Pərviz Həsənov, dostlar, bizim bu günləri səhər-səhər qonağımızdır. Mən hətta belə şərh eləyərdim ki, 2 Fənərli, 1 Qalatasaraylı zarafat eləməyəm. Mən futbolla heç bir aram yoxdur. Sən sabahlısan. Mən ümumiyyətlə, sabaha ümumiyyətlə ümidim var, amma futbol komandasına yox, o qədər. Yəni, xüsusi bir azarkeşi ediyim komanda yoxdur. Yəni, mən istənilən yaxşı oyuna baxmağa, belə deyək də, özümü şövq eləyə bilərəm. Bəli. Hazıram bu məsələlərdə. Pərviz, sözün açıq, xaricdə çalışırsınız. Deməli, o cümlədən neft şirkətdə çalışırsınız. Həm də institut vaxtından həmkarım da saymaq olar. Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, keçmiş. İndi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sayılır. Bir daha xoş gördük siz. Sabahınız xeyirli olsun. Xoş gördük, təşəkkür edirəm dəvət üçün. Pərviz, xoş gəlmisən vətənə, necə deyərlər. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Məzuniyyətə gələr-gəlməz. Amma bilmirəm necə gəldin. Axı indi bu sual vermək lazım. Çox belə çətindir Körfəz ölkələrindən nəinki Azərbaycana, dünyanın istənilən yerinə getməyə. Çünki yaxın şərqdə müharibədir və bu səbəbdən hava məkanı bağlıdır bir çox ölkələrdə. Təyyarələr risk etmirlər uçmağa. Hansı marşrutdan istifadə edirsən? İlk öncə onu deyim ki, bilmirəm niyə, amma yaşadığım, getdiyim ölkələr neysə ayağım düşərli olmur. O görə 10 ildə artıq Ərəb Əmirliklərində yaşayıram, amma ki, dünyanın ən təhlükəsiz ölkəsini təhlükəli bir yerə çevirib gəldik. Həqiqətən təhlükəli idi məsələlər orada. Özü siz çalışır sahələrdə göydə olurdu, göydə zərərsizləşdirilirdi, amma onların hissəcikləri yerə düşəndə zərər yetirirdi. Belə olurdu və aeroportdakı gah açılırdı, gah bağlıydı. Hətta biz dənizin ortasında platformada ilişib qalmışdıq, çünki nə vertolyot, nə gəmi var idi. Və ilkin mərhələ olaraq gəmi təşkil olunur, gəlirik şəhərə. Ondan sonra da Dubayda aeroport gah açılırdı, gah bağlanırdı. O anı tutduq və Əfqanistan və Pakistan üzərindən uçaraq gəldik, çıxdıq Bakıya. Neft şirkətində çalışır orada və götürsək ki, müharibənin ən hələ qızğın nöqtələrdə məhz neft hasil olunan ərazilərdə gedirdi. Yəni məsələdə platformada dediniz qalmış. Yəni təxliyə elədilər sizə orada. İş var indi hal-hazırda yoxsa dayanıb? Belə deyək ki, qazma işləri dayanıb, amma yüngülvari işlər hələ də aparılır. Yəni. Bu çox maraqlı bir məsələ var ki, Hörmüz boğazı bağlı olduğuna görə çıxardıb nə edəcəklər ki, onsuz da məcburdular bütün işləri dayandırsınlar və Pərvizi məzuniyyətə göndərsinlər. Ambara yığırlar. Neft ehtiyatlarını toplayırlar. Amma gəlin pozitiv məsələlərdən danışaq. Neft Akademiyasını bitirdiniz. Bakıda çalışdınız yoxsa yox? Şükür olsun, bakalavr təhsilini bitirən kimi Şlomberji fransız neft şirkətində başlayıram karyeramı. 5 il Bakıda və digər ölkələrə, əzamiyyətlərə gedərək, belə deyək, profilimi genişləndirir. Və ondan sonra da Ərəb Əmirliklərindən Baker Hughes Amerikan neft şirkətindən mənə elçi gəlirlər ki, gəl bizdə işlə. Və mən də dəvəti qəbul edib köçürəm ora. Konkret olaraq desək, sizin işiniz nədən ibarətdir? Bizdə mənim peşəm neft və qaz quyularında bu prosesin tamamlama hissəsi üzrə sahə mütəxəssisiyəm, layihənin rəhbəriyəm. Onda bir sual ən-nəvi məndə ağlıma gəlir ki, qazdığınız ən dərin quyunun hündürlüyü yaxud da diametri nə qədər olub? Və ya dərinliyi. Dərinliyi nə qədər olub? Çox sağ olun. Şükür olsun, dünyanın ən belə deyim, dərin texnologiyaları istifadə olunan bir yerdir. Demək olar ki, neft sektoru mərkəz yerlərindən biridir. Belə deyim, 12 kilometrdən çox olub. 12 kilometr. Mən Pərviz həmişə yüz ölçüb bir biçən adamdır. Belə tanıyıram da. Neft sahəsində çalışan adam və quyu qazan adam elə olmalıdır. Yəni o başqa şansı yoxdur. Mənə maraqlı olan məqamlardan biri, biz də neft ölkəsiyik. Biz də neft çıxardırıq, satırıq, dolanışığımıza təsir edir, necə deyərlər. Və burada qalmadın, getdin. Ölçüb biçdin, hansı nəticələrə gələrək belə bir qərar verdin ki, mən ya Birləşmiş Ərəb Əmirliklərində və ya digər Körfəz ölkəsində işləməliyəm? Tələbəlik illərində mənim belə deyim, yaşamaq istədiyim bir mənzil, üzü dənizə baxsın, sürmək istədiyim bir Amerikan maşını var idi. Bir gənc kimi xəyal qururdum və hər zaman düşünürük ki, biz belə bir prestijli şirkətdə bir işə düzələndən sonra vəssalam, yəni pul deməyəcək, hər şey yaxşı olacaq, amma həyat standartları təbii ki, çətindir və mən özümdən neçə il öncə işləyən işçilərin həyat tərzlərinə baxırdım, onların həyat tərzinə baxaraq anladım ki, mən də 3 il sonra maksimum onlar qədər qazanacağam, amma bu mənə xəyalımdakı həyatı yaşamağa
imkan vermir. Bu anda eyni zamanda bizim şirkətdə çalışan əcnəbilərə baxırdım və o düşüncədə idim ki, bu ayrı seçkilikdir, yerli işçilərə o qədər pul vermirlər, amma xaricilərə yaxşı saxlayırlar falan. belə düşüncələrdən sonra şirkətdə mentorum Venezuelalı Jose var. Jose Zabala'ya yaxınlaşıram və soruşuram ki, Jose, mən də sənin kimi qazanmaq istəyirəm də. Yəni bunun yolu yorğası nədir? O mənim düşüncələrimi dəyişir. O deyir ki, "Pəs bilirsən mən niyə bu qədər qazanıram? Çünki mən öz ölkəmi, öz mentalitetimi, isti yeməklərimi, valideynimi, həyatımı qoyub, yəni fəda eləyib adını tanımadığım bir ölkədə çalışıram bu dəqiqə. Bu işin kompensasiyasıdır. Aha. Sən də isti ata ocağında, isti ana yeməyi yeyərək öz ölkəndə gözləmə ki, belə qazanasan. Sən də əgər istəyirsən ki, bu pulları qazanmaq, deməli ölkə xaricində çalışan beynəlxalq dərəcəli mütəxəssis olmalısan. Bu mənə artıq növbəti hədəfi verir. Anladım ki, istədiyim həyatı təmin etmək üçün artıq ekstra bir şey etməliyəm və ona görə də bu və işçilər arasında təbii ki, yerli işçiyə lokal salary, yerli maaş verilir, amma ki ekspat işçiyə isə beynəlxalq bir kriteriyada bir maaş verilir. Ona görə ölkəni tərk etməli oldum, belə deyək. Nədən başladınız birinci? İngilis dili yoxsa İlk öncə Jose mənə belə yol göstərdi ki, mən belə başa düşdüm ki, sizin həyatınızın dəyişikliyi Jose'dən başladı. Aha, o mənim düşüncəm. Jose'də fərq var, mən sənə deyim. Aha. Onu da soruşdum ki, nə edə bilərəm? O da məsləhət gördü ki, əvvəlcə özünü rəhbərliyə sübut etməlisən ki, sən təkcə vətənində deyil, ölkə xaricində layihə yerinə yetirə biləcək səviyyədəsən. Yəni təcrübəvi artır. Bəli. Və dedi ki, şirkətin kiçik-kiçik ezamiyyətlər layihələr olur. Çalış elə bir səviyyəyə gəl ki, menecer səni görsün növbəti ezamiyyəti göndərməyə. Bunun üzərində çalışdım və bir gün menecer mənə bildirdi ki, növbəti sənin layihən Xəzər dənizində yox, Liviyadadır. Bəli. Və mən onda heç siyasətlə maraqlanmıram, Qaddafinin kim olduğunu da bilmirdim. Sadəcə hə deyirəm və viza prosesi başlayır və o anda mənim həyatımın sıradan bir günləri deyildi. Mənim həyatımda eyni zamanda mən evlənirdim. Və çətin məsələdir. Toyun da statusu o idi ki, restoran tutulub, tarix gün danışılır, dəvətnamə bütün qohumlara paylanıb. Mən isə menecerə bəli deyirəm, viza prosesi başlayır və mən də evdə gəlirəm, bildirirəm ki, qız evində toydur, oğlan evində toydur, bəy isə yox, Liviyaya gedir yəni. Nə maraqlı məsələdir. Necə qarşıladılar bəs məsələni? Atam zəhimli bir insandı. Bu yaşımda belə atamdan biraz çəkinirəm və atam danışdıqda deyirəm ki, papa, aha, deyirəm ki, mən Liviyaya gedirəm. Gerisini təsəvvür edirəm. Bir də düşünün ki, mən bunu indi gedib qız evində qaynatama bildirirəm. Şükür olsun, viza prosesi biraz uzun çəkir, toy eləyə bilirəm və toydan cəmsi 17 gün sonra şirkət mənə balayı təşkil edir, tək başına Liviyaya. Yallah, getdim. Maraqlı məsələdir. Həyatım belə olur. Bəs yaxşı, siz gedəndə Qaddafi orada idi Liviyada. Ona görə söz yetir. Mən həmişə gedəndə nədənsə ayağım düşərli olmayıb ölkələrə. Mən gəldiyim, geri qayıtdığım ayın növbəti ayı bir ömür boyu hakimiyyətdə olmuş Qaddafini devirirlər və Liviya o gündən bu günə hələ də düzəlmir. Bilmirəm, bəlkə də düşərli olubsun ayağınız bəlkə də. Onu tarix deyəcək. Yəni mən bir ayda artıq qalsaydım, təbii ki, xaosun içində olacaqdım. Mən sözün açığı, siz bunları danışandan sonra ürəyimdən bir arzu keçir ki, 2 ölkəyə sizi göndərim. Biri Rusiyadır, biri Amerika Birləşmiş Ştatlarıdır. Amma nəysə. Buna əlavə edə bilərəm. Biz yoldaşımla Ukraynadayıq, gəzirik. Qaynatan bizə zəng eləyib, deyir, tərk eləyin ölkəni, oranı bombalayacaqlar. Biz də Lvovdayıq, ətrafa baxırıq. Hər kəs hüzur içində. Oradan da qayıtdığımız növbəti həftəsi Rusiya Ukraynanı bombalayır. Maraqlısın belə bir tarixçəniz var. Xahiş edirəm, sən danışın, mən bir dənə çıxım balkona baxım görüm hər şey yaxşıdırmı burada yoxsa yox. Burada bir məsələ var. İndi qayıtsaq, həm də indi hal-hazırda mentorluqla məşğulsunuz. Yəni bir çox Azərbaycan vətəndaşlarına, hansı ki, xüsusi olaraq mən belə başa düşürəm, neft şirkətində çalışan və yaxud da çalışmaq istəyən insanlara yol göstərirsiniz ki, necə daha da mütəxəssis olsunlar. Bu məsələdə müraciətlər sizə nə qədərdir? Yəni daha çox kimlər müraciət eləyir? Çünki adətən bizdə nədə problem var? Misal üçün, insan burada da bəlkə də qazana bilər. Düşünür ki, yox, mən getsəm xaricə daha çox qazanacaq və dəfələrlə yəni bunun şahidi olmuşuq ki, yəni burada qalsaydı daha yaxşı eyni maaşlı pulu işləyə bilərdi. Nəinki xaricdə gedib supermarketdə hər hansı bir ambardar olsun və yaxud da ki, paketə və s. Tövsiyə etmirik yəni. Bax, necə seçirsiniz o adamları və nə tövsiyə edirsiniz? Yəni, bizim xitabımız əslində kütləyə olmur hesab. Biz individuallara, xitabımız individuallara olur. O da necə olur? Bir universitetə gediriksə, bir seminarı keçirik böyük bir zala,
Amma orada müəyyən bir gənclər görür və başa düşür ki, mənim bu insandan öyrənəcəyim çox şey var və bu insan başlayır mənimlə tete-a-tet görüşlərə. Və vətənə gəldikcə mümkün qədər belə gənclərlə tete-a-tet görüşürük. Nə istəyir, potensialı nədir? Ona görə bir xəritə plan çizirik. Və o hədəflər özündə cızma-qaranı götürür, gedir. Onlar üzərində çalışır. Mən vətənə növbəti gələndə və ya sosial media üzərində mənimlə kontaktda olur və belə həyatını addımlayır. Xüsusilə də bu gənclər təhsil həyatından iş həyatına keçid dövründə olan gənclər olur əsasən də. Və daha çox mühəndislik üzrə olur, amma hazırda qeyri-mühəndislik üzrə fərq etmir. Yəni hər biri ilə yaşanmış təcrübəmizi bölüşürük və belə deyək, istəyənə, yəni kim ki bu görür ki, hə mən də bu istəyirəm və burada da daha çox fokuslarıq gənclərdə düzgün düşüncə tərzini formalaşdırmağa. Zaten o düzgün düşüncə tərzi yanaşmanı formalaşdıqdan sonra o düzgün qərarlar verib, düzgün addımlarla düzgün nəticəyə gəlib çıxırlar yəni. Mən də. Bəli. Mən bir sualla müraciət etmək istəyirəm. Pərvizi sosial şəbəkələrdə izləyirik. Təbii ki, o mentorluq fəaliyyətindən söhbət gedir. Elə adam olubmu ki, müraciət edib danışmısınız, bir xeyli söhbətləşmisiniz. Axırda belə qərara gəlmisən ki, yox, bu adamın yeri elə burdadır ki, burada qalıb inkişaf eləsin. Xaricdə baş çıxarda bilməz. Bunu necə təyin edirik? Olubmu? Siyahıda varmı belə adlar? İstək və potensial anlayışlar var. Mən həmişə gənclərə deyirəm ki, o insanın ki potensialı tutaq ki, bizim ölkədə yerli, milli bir şirkətdə işləməyə çatırsa, elə yaxşısı budur, orada işləsin. Kimin isə potensialı bizim ölkədə bir beynəlxalq bir şirkətdə işləməyə çatırsa, o orada işləməlidir. Çünki o artıq onun potensialı orada işləməkdirsə, amma yerli bir şirkətdə işləyəndə məndə sığar, mən bu cahana sığmazam söhbəti olur. Yəni və o anda insanda gələndə ki, artıq mən şəxs ki özünü hiss eləyir ki, mən daha geniş çərçivədə işləyə bilərəm. Bəli, o insan artıq ölkə xaricini tərk etməlidir. Amma bu insan həyatında mərhələli baş verir. Yəni təcrübə qazana-qazana, işdə puxtələşə və bu da insanın eyni zamanda xarakterindən də asılıdır. Yəni belə insan var ki, o deyir ki, mənə öz ölkəmdə işləmək çox rahatdır. Məsəl üçün mən deyək, mən 4 il mən ölkəni tərk edəndə o illərdə 2013-cü ildə düşünürdüm ki, mən artıq orada yaşayacağam ki, yaşadım 4 il ərzində və ildə yalnız 1 aylıq məzuniyyətə gəlirdim. Amma mən hazırda bu fəaliyyətlərdən zövq aldığım üçün mən ildə 5-6 dəfə vətənə gəlirəm. Söhbət Liviyada gedirdi ilk dəfə yoxsa Ərəb Əmirlikləri. Siz indi hal-hazırda Abu Dabidə çalışırsınız. Ərəb Əmirliklərində çalışıram və mən artıq bu hazırki Halliburton şirkətinə müqaviləmi elə qurmuşam ki, mən il ərzində 5-6 dəfə vətənə gəlirəm. Mən daha çox vətəndə olmaq istəyirəm, bu fəaliyyətləri daha çox görmək istəyirəm. Bax bu tərəfi başa düşdük. İndi bir sual vermək istəyirəm sizə, Pərviz bəy. Digər tərəf, yəni söhbət şirkətlərdən gedir. Siz Azərbaycanda da müxtəlif şirkətlərdə çalışmısınız və ən azından da bilirsiniz. Bizim şirkətlərdə nə çatışmır ki, yəni xarici şirkətlərdən götürsək daha yaxşı ola bilər. Çünki adətən insan nəyə dəyişmək istəyir? Görür o şirkət ona olan münasibəti və s. və ya da idarə etmə düzgün qurulmayıb. Bax bu məsələdə nəyi gətirərdiniz idarə etmə baxımından? Əslində qalsa şirkətin professionallığı üzərinə bir söz deyə bilmərəm. Biz bu coğrafiya kifayət qədər böyük professional şirkətlərin Bakıda dünyanın hər ölkəsində bir şirkətdə fəaliyyət göstərir və hər sahədə. Məsələ insanda, məsəl üçün sən yalnız öz millətindən eyni həmkarlarla çalışırsan, bir də var ki, dünyanın fərqli ölkəsindən, fərqli ildən, cinsdən, düşüncədən, mentalitetdən insanlarla çalışanda insan daha tolerant, daha geniş düşüncəli, daha dünya görüşlü olur, belə deyək. Və ona görə də əsas fərqi bunda görürəm. Yəni öz millətinə olan insanlarla birlikdə çalışmaq və bizim mentalitet dəyərləri çərçivəsində. Yəni eyni düşüncəli olursan, bir də var ki, hər cür insan görürsən, hər cür düşüncə görürsən, hər cür sənin doğrularla onların doğruları bəzən bir-birinə zidd, tamamilə fərqli bir dünyalar olur və bunların içində sən bişirsən, bir növ müdrikləşirsən, belə deyək. Yaxşı, hansı dünyanın belə deyək də ölkəsinin vətəndaşı sizə təəccübləndirib ki, bunlarda belə şey də var. Təəssüf bunları efirdə danışa bilmirəm. Hansı ki belə? İcazənizlə bunlara toxunmayaq, seminarda danışıram. Bəli. Yəni çox 18 plus mövzular görmüşəm. Hər cür şey görmüşəm ki, mən bunu cultural shock deyirlər. Yəni bu şoku yaşamışam ki, bizdə belə şeylər yol verilməz. İndi hansı 18 plusa toxunmayanda 18 minus var mı ağlınızda? Mədəniyyət şoku barədə biz həm də bir fürsət verdik ki, bir dəqiqə düşünsün. O 18 pluslardan çıxar. Var belə bir misal? Varmı? Ən primitiv misalı göstərəcəm. Düşünün ki, sizin bir yox, 2 həyat yoldaşınız var
Aha. Siz onları qarşınıza qoyub deyirsiniz ki, Əfsus olsun ki, mən bunu düşünə bilmirəm. Bəli, onu deyir. Birinci oradan başlayaq və deyirsiniz ki, həyat yoldaşlarınıza bəli, artıq bizim maddiyyatımız imkan verir və mən qərar vermişəm ki, 3-cü həyat yoldaşımı da alım Aha. və sizin ilk həyat yoldaşınız sizə 3-cü həyat yoldaşını almaq üçün sizin adınızdan elçi gedir. Morallı məsələdir. Və bu onların normalıdır. Yəni gedir, yəni danışır ki, bu yaxşı kişidir. Evə bir daha qulluq eləyir, bir daha bazarlıq eləyir. Bravodan gələndə pul qazanır. Bax, elektronsda bir daha sən bəşə texnika salsın ceizliyə. Və mən hər zaman onları bu anlamağa çalışmışam, soruşmuşam. Ərəb xanım kolleqalarımdan soruşmuşam ki, belə bir şeyi necə qəbul edirsiniz və ya cavan nəsildən soruşmuşam ki, sən atan, bir neçə anan var, bu necə qəbul edilir və onlar üçün tamamilə qəbul edilən bir şeydir. Yəni normal bir primitiv misallardan biridir. Elə uşaq varmı ki, doğma anasını yox, ögey anasını daha çox istəyir? Belə deyir, onun evində yaxşı yemək verir mənə, gedirəm, dəyirəm, o mənə qəşəng yeməklər bişirir. Belə söhbətlər olur. Nə maraqlıdır. Uşaqda da fərasəti baxar. Anası öyrədir, deyir, burada yemək gedə, get orada ye gedən. Yeri gəlmişkən, sizin kitabınız var idi. Bu nə haqqdadır? Mən gördüm, özü qırmızı rəngdədir, biri də qara rəngdədir kitabın üzlü. Yəni bu xüsusi olaraq özünüz, mən həyat tərzinizə və geyiminizə baxıram, mən belə başlayıram, siz qırmızı və qaranı sevirsiniz. Qırmızı, qara və beyaz rəngləri. Bunu da kitabı da sadəcə həyatımın müəyyən mərhələlərini seriya şəklində kitabda yazırıq və bu həyatımı oradan aldığım dərsləri hekayə şəklində gənc nəslə sırf məqsəd o düşüncə tərzini formalaşdırmaq adına və bunu kitab şəklində seriyalara bölmüşük və qırmızı həyatımın o ilk çılğın qırmızı çalarıdır. Ondan sonra həyatın o çətinlikləri, dibə vuran dövrü, qara dövrü başlayır. Ondan sonra da müdrikləşdiyin və artıq həyata daha fərqli baxış açısından baxdığın bir bəyaz dövrü başlayır və qırmızı qara artıq çap edilib, nəşr olunub və hal-hazırda da bəyazın dünən elə Nəşriyyat evi ilə görüşdük. Bəyaz üzərində komanda ilə artıq onu nəşr etmək üzrə planlar qurduq. Nə gözəl, nə maraqlı bir məsələdir. Kitablar hansısa kitab mağazalarında satışda olacaq. Hər bir demək olar. Bütün mərkəzi kitab mağazalarında əldə edə bilərsiniz. Girib nə deyək? Deyək Pərviz Həsənovun kitabı yoxsa necə? Bəli, Pərviz Həsənov Xəyamda gələcək kitab serialı. Qırmızı deyə bilər, qara deyə bilər, bəyaz desək. Bəyaz inşallah olacaq. Qırmızı və qara. Biz hansından başlayaq? Qaradan başlayaq, qırmızıdan başlayaq. Birinci qırmızıdan başlayırıq. Mən Pərviz bir sual verməsəm, xəyalınızdakı gələcəyi qura bildiniz özünüz üçün yoxsa əlimdə var? Şükürlər olsun, qura bildim və təbii ki bu Xəyamda gələcək 15 yaşlı bir Pərvizin xəyalındakı bir gələcəyi. Bir çox şey və biz bilirsiniz limitli bir ailə şəraitində Sumqayıtda böyümüşük. Rəhman bəy çox gözəl bilir bunu. Ona görə də bir çox xəyalım əslində maddiyyat yönümlü idi və o maddi hədəflərə çatdıqdan sonra özün də artıq müdrikləşirsən və həyata artıq maddiyyat ötəsi anlam aramağa başlayırsan və artıq həyatımın o mərhələsindəyim, şükürlər olsun və bu anlardan biri də elə gənclərin həyatlarına bir dəyər qatma, onların həyatda öz xəyalında gələcəyə çatmaqlarında bir pay sahibi olmaqdır, yəni belə deyə bilərəm. Bu gün üçün mənim üçün artıq xəyalımda gələcək bunu insanlara çatdırmaqdır. Yaş keçmişə qayıtsaq, atdığınız hər addımlara görə peşmançılıq hissiniz varmı, yoxsa yox? Bəzi anlar olur insan həyatda başına bir iş gələndə suala cavab tapmır. Niyə sualına? Buna bəzən bir ömür, bəzən illər gərəkir ki, hər şey bir səbəbə görə baş verir və gün gəlir ki, o hadisənin məhz elə baş verdiyinə görə şükür edirsən. İndi həyatın sənə verdiklərinə görə. Yəni mən də bunu deyə bilərəm. Həyata artıq bir məktəb kimi baxıram, artıq çox dərindən bilirəm ki, hər nə baş verirsə bir səbəbə və yaxşı yönə baş verir. Sənə öyrətmək üçün hər bir şey. Yəni həyatda ya qalib gəlirsən, ya da öyrənirsən. Uduzmaq söhbəti yoxdur. Xeyr. Mənə maraqlı olan məqamlardan biri, indiki səviyyəyə qədər bir çox mərhələlərdən keçmisən, iş baxımından, karyera baxımından və bundan sonraki mərhələdə hədəf nədir? Sırf işdən, karyeradan söhbət gedirsə. Yəni ən yüksəkdə olmaq, hər hansı böyük bir şirkəti idarə etmək, yoxsa bu da mənim üçün bəsdir? Belə deyim, ilk öncə o vaxtı bizə mənim riyaziyyat müəllimim mənə bu yolu tövsiyə eləmişdi ki, dedi ki, sənin bir dayın yoxdur, imkanlı bir ailən, valideyn yoxdur. Mən sənə tövsiyə edirəm ki, riyaziyyatı yaxşı bilirsən, neft sektoruna get ki, o dövrdə də Bakıda ən populyar peşəsən. Bunu kim demişdiniz? Hansı müəllim? Vaqif müəllim? Rafiq müəllim. Rafiq müəllim. Rəhmana deməyib bu sözü. Mənə demədi. Yəni açıq deyəcəm. Sənə ədəbiyyat müəlliməsi tövsiyə eləyib. Hiss olur indi seçdiyin peşədə. Hazırlığa gəl yadıma.
Bəli və sırf gözüm atdığı üçün yox, həqiqətən bu həyatda öz ayaqlarının üstə durmağı bacarmaq üçün, yaxşı yaşamaq üçün neft sektoruna girdim. Hədəfimiz o idi ki, ən azı bir sokarda özümə karyera qura bilərəm. Şükürlər olsun elə o yolla başladı. Yəni xarici şirkətdə bir yol başladı və gün gəldi, o hər kəsdə olur. Mən artıq biznesmen olacağam. Mən artıq karyeramdan istefa verəcəm. Biznesmen də belə deyil. Özümü sahibkar saymıram, amma sahibkarlıq etdiyim bizneslərim də var, amma bu da mənim üçün anlam kəsb eləmir. Ona görə də həyatımın bu dövründə istəyirəm ki, bu şirkətin hazırki mənə təşkil etdiyi həyat tərzini elə belə də qoruyum, saxlayım, elə belə də getsin. Yəni öz tərif kimi olmasın. Mənə şirkətin ayırdığı ayrıcalıqlar var ki, digər işçilərə o ayırmır. Yəni hər işçi vətəninə ildə 5-6 dəfə gələ bilmir məsəl üçün. Bu dəyəri qoruyub saxlamaq və bunun da şeyində artıq kitab missiyamı bitirmək, artıq geriyə bu yolu bir miras kimi qoyub getmək və Azərbaycanın demək olar ki, hər güşəsində artıq bu düşüncəni gənclərə aşılamağı bacarmaqdır. Yəni mənim bu dəqiqə həyat missiyam budur. Gözəl. Mən bir sual vermək istəyirəm. Bax, bir dostum var idi. O da xarici şirkətlərdə tez-tez çalışmağa başlayırdı. Mən dedim necədir işlər falan, belə telefonla danışaq. Deyir, bilirsən qəribə bir məsələdir. Burada da müdirlərim olub mənim və burada da indi xarici müdirlərimdir. Müdirim deməli mənə deyir ki, səndən xoşum gəlir. Yəni yaxşı əməkdaşlıq. Gəl bir axşam bir oturaq, nə yey, içək, söhbət eləyək, daha yaxından tanış olaq. Deyir, oturuq, yeyirik, içirik. Sonda deyir, hesab gələndə deyir, sən öz hesabı ödə, mən öz hesabımı ödəyim. Amma bizdə belə deyildi. Yəni müdir, yəni sən necə müdirin hesabını ödəyəsən və yaxud da ki, sən öz hesabını ödə. Bizdə müdir deyir ki, bir dəqiqə, ayrı cüvə salma, gələn mən müdirəm, mən buradayım, mən özüm bağlayacağım bütün məsələni. Bax, bu müdir məsələlərini gətirsək, xarici müdirlərlə. Çox fərqlidir. Çox fərqlidir. Artıq yəni, bir dizdən sual verəcəm. Bəli. Onu da danışın, maraqlıdır. Yəni, öz dəyərlərimizi tənqid etməyi heç vaxt sevmirəm, amma bu məsələdə yəni hansı yaxşı, onlar yoxsa biz? Mənə görə onlar. Əvvəl başa düşmürdüm. Yenə də o cultural şoku yaşadım. Sadəcə qısa. Niyə görə onlar? Mənə də izah edin. Yəni mən Azərbaycan Dövlət Neft Akademiyasında bizdə müəllim içəri girən kimi 18 şəxsiyyətlər ayağa qalxıb əyləşirdik. Rektor koridorda gəzəndə onun qabağından belə keçə bilməsən. Belə bir mentalitetdə böyümüşdüm və gəldim şirkətə. Şirkət məni artıq intervyudan keçirəm. İşə düzəlmişəm və mən indi menecerin otağına qəbul olacağam və içimdə ingilis dilində o səviyyədə deyildi. Sumqayıt ingiliscəsi ilə istəyirdim ki, ona təşəkkür eləmək ki, mənə bu şansı verdiniz. Mən American Britain English bilirdim, amma Sumqayıt İngilişi bilmirdim. Bu ayrı səviyyə. Onu yaşamaq lazımdır. Və mən cümlə qururam ki, bu insana mən necə bildirim ki, təşəkkür eləyirəm, siz mənə bu şansı verdiniz, sizə qısa bir zamanda özümü sübut eləyəcəm ki, doğru bir seçim eləməsi. Elə bunu demişkin, girirəm otağa, görürəm ki, bu kağız stəkanda adam suyunu içib və kağız stəkan hələ də ağzındadır. Və laptopda işini görür. Ağzındadır kağız stəkan. Adam bir özünü yığışdırar, mən müdirəm, mənim işçim içəri. Adam bir forsana, adam bir egosu olar. Mən də girib ilk bu şoku yaşayıram. Təsəvvürümdəki müdirlə bu gördüyüm mənzərə və çıxartmır kağızı. Elə ağzında deyir ki, süt belə eləyir. Mən də gəlib oturmuşam, gözləyirəm ki, bu deyir ki, mən bir də mailimi qutarım, sənə geri dönürəm. Və ilk onda o şoku yaşadım. Nəhayət kağızı çıxardı qoya və normalda müdirlər gördüyün belə danışırlar insanlar. Bu insan işini bitirir, bütün gövdəsi ilə mənə dönür və deyir ki, Pərviz, karyeranı bizim şirkətdə başlamağı seçdiyin üçün təzə məzun, Adnanın məzununa deyir ki, karyeranı bizim şirkətdə seçdiyin üçün sənə minnətdarıq, mən və komandam adından və bilmiş olasan ki, biz burada sənin özünü yaxşı hiss eləmək üçün, inkişaf etmək üçün əlimizdən hər bir şey edəcəyik. Mənim də otağımın qapısı sənin üçün hər zaman açıqdır. Nə bir narahatçılığı, nə bir sözün olsa istənilən an gəlib və mən ilk dəfə onda başa düşdüm ki, yəni buradakı yanaşma, ortam tamamilə fərqlidir. Yəni. Mən bir şey deyim, mənə də bu radioya belə işə götürüblər. Belə anladım, götürmüşük. Yəni burada maraqlı bir yanaşmadır. Amma bir dəqiqə, indi bir məsələ var da. Baxın, deyirsiniz ki, bizdə heç olmasa işə geçəndə sən azı müdirə deyəsən, müdir üzürlü hesab elə, valla tıxacı idi, falan idi. Müdir bir ürək kövrəlib sənə keçəcək bütün məsələdə. Amma xaricilərdə bu yoxdur. Yəni müəyyən hallar var ki, bizdə daha yaxşıdır, yox? Yəni insani nöqteyi nəzərdən daha çox başa düşülür. Nəinki xaricilərdə, yox? Yəni, böyük şirkətlərdə bəzi qaydalar var, code of business deyirlər, standartlar var. Əslində bu elə işlərin professional səviyyədə getməsi üçündür. Biraz mikrofona yaxın əyləş. Bu elə işlərin professional səviyyəsində getməsi üçündür. Yəni mənim buradakı biznesdə
öz komandamdan, öz işçilərimdən çox əziyyət çəkirəm. Çünki mən orada işləyəndə hər kəs öz işini A-dan Z-yə hərfiyyən necə lazımsa yerinə yetirir. Və vaxtında yerinə yetirir. Punktual, dəqiq, hər bir şey qaydasında gedir. Zaten bu rəqabət dünyası olduğu üçün elə tutaq ki, Abu Dhabi neft sektorunda ora Çempionlar Liqasıdır. Yəni dünyanın ən yaxşılarını bir araya yığırlar ki, çalışın, işləyin. Və orada sən bilirsən ki, sən artıq biraz geri addım atsan, səni əvəz edəcək dünyadan nə qədər mütəxəssis var. Amma burada bir işçiyə bax ki, gəlirsən işə, bir gün işçimə baxıram ki, yaxşı muddadır, yaxşı əhvaldadır, gözəl motivasiya ilə işləyir, sabahsı gün gəlib əhvalı yoxdur, performansı düşüb aşağı və bu şeylər mənə çox qəribə gəlir. Yəni həqiqətən. Çünki belə iş, yəni bir işçinin öz əhvalını işə daşımağı bizim sektorda qəbul edilməz bir şeydir. Elə bizim sektorda da. Mən belə bir məqama da istəyərdim aydınlıq gətirə danışaq. Düz detallara varmaya bilərik, amma sadəcə maraqlıdır. Buradakı işiniz, qurduğunuz biznes hansı sahələri əhatə edir? Burada əsasən şəxsi inkişaf mərkəzi deyək. Mən əvvəllər yalnız dəvət olunduğum yerlərə gedirdim. Sonradan belə bir ideya gəlir ki, bütün fəaliyyətləri bir nöqtədə birləşdirək və elə bir xəyalımda gələcək mərkəzi açırıq. Paytaxtda. Bəli. Bu düz elə Heydər Əliyev sarayının yanında yerləşir. Normal günlərdə mən olmadığım anlarda məsələn ora bir coffee shop kimidir və oranı hər an dəyişə bilirik və Azərbaycanın təkcə mən yox, digər spikerləri, seminar təlimçiləri o məkanı təmənnasız şəkildə veririk şəxsi inkişaf adına istənilən fəaliyyətə və oranı çeviririk seminar otağına. Və insanlar gəlib orada seminar, bütün mütəxəssislər bu TEDx formatındadır sizdə də yoxsa istənilən formatda və çay söhbəti formatında eləyirik, sadəcə bir çay süfrəsi qururuq, əyləşirik. Hər 5-ci gün məsələn saat 5-də mən sadəcə gedib orada əyləşirəm. Məndən görmək istəyən insanlar bilir ki, Pərviz Əsəmov 5-ci gün 5-də XC kafedədir. Belə və orada insanlarla görüşürük. Bundan sonra orada tango rəqsləri də aparırıq, tango gecələri keçiririk, danışıq klubları keçiririk, kitab klubları keçiririk, Azərbaycanın bir çox yazarları ilə oxucular arasında görüşlər təşkil edirik və s. və s. Bu tango gecəsi oynaya bilənlər gəlir, yoxsa öyrənmək istəyənlər gəlir? Bəli, qarışıq deyək. Bakının tango rəqs edənləri bilir ki, o tarixdə bu məkanda tango musiqiləri səslənir. Gəlib özləri üçün rəqs edirlər və insanlar digərləri də kənardan gəlib baxırlar, həvəsə düşürlər, onlar da qoşulub oynamaq istəyirlər, öyrənirlər. O boyda söhbətlərin içərisində gəldin ilişdin tangoya. İncəsənət adamı ki, incəsənət. Yox, söhbət incəsənətdən getmir. Bakıda mən elə maraqlanırdım söz açığı. Bilmək istəyirdim harda oynayırlar. Nə danışsan, tango oynamaq istəyirsən. Oynamışam əslində universitet illərində. 4 kursun 4-ündə də oynamışam. Sadəcə indi evlənmişik, həyat yoldaşımızdan da bir oynamaq istərdik tanqonu. Ona görə nə maraqlı məsələ. Mütləq. Maraqlı insansan mən sənə deyim. Hətta mən bir romantik insan statusu da verə bilərəm. Burada bir məsələ var. Abu Dhabiyə qayıtsaq, ümumiyyətlə orada biz indi turist olaraq getmişik də. Misal üçün Yas Island adası olub, Abu Dhabinin digər özü mərkəzlərindən. Yaşayış bu səviyyəsi nə dərəcədir? Yəni çox bahalı şəhərdirmi? Yəni Dubai ilə müqayisədə. Dubaydan daha daha bahadır. Abu Dhabi Dubaydan bahadır. Daha doğrusu bir iş şəhəridir deyə, iş insanlarının şəhəridir. Orada hər kəs iş adamıdır, daha çox hər kəs işləyir. Həyat standartları da demək olar bizdəki kimidir. Yəni yerli xalqın yaşadığı bir həyat standartları var. Bir də orada bir işçi qüvvəsi var. Bunlar da daha çox Hindistandan, Pakistandan, Filippindən, Afrikadan gələn işçi qüvvələr, insan. Onların da yaşadığı bir ayrı bir dünya var, belə deyək. Bir şəhərin içində fərqli dünyalar var və belə deyək, hər gün mola gedən bir həyat tərzi var. Bir də həyatı boyu o mola addımını atmamış bir həyat tərzi var Abu Dhabidə. Yəni hər iki tərəf yaşamağa bir imkan tapır. Yəni xüsusi olaraq isti aylarda hansı ki mola getməməyi mən necə təsəvvür etmirəm. Yəni orada mütləq gəlib mola gedəsən. Bəli. O istiyə öyrəşmək lazım olur. İlk günlərdə mənə zaten tomato deyirdilər, pomidor sifət. Çünki sifətim hər zaman qıpqırmızı olurdu. 47 dərəcənin altında. Bu yeni gələnlər arasında belə bir köhdələr rişxə deyirlər tomato-va. Eynilə. Maraqlı məsələdir. Yaxşı, bəs mənzil falan orada kirayə amma qiymətlər də maraqlanmısınız? Yəni
Mən o 4 il Bəli. orada yaşamışam və orada kiraya bir aylıq kiraya götürmək olmur. Orada evin 12 aylıq ödənişini edirsən. Hə, bir il illik öncədən. müqavilə ilə bu mənzil sənin olur 1 illiyinə. Və 1 il tamam olanda ya siz onu ev sahibinə geri qaytarsınız ya da müqaviləni yeniləyirsiniz. Və sadəcə qısa belə bir misal göstərə bilərəm. Bu konfidensial bir şey deyil, zaten aydın məsələdir. Adicə mənim qaldığım mənzilin 1 illik qiyməti 100.000 dirhəm idi. Bu da ki 46.000 manat eləyir, yəni. 46.000 manat. Bir illik. Bəli, yəni 1 ilə 46.000 manatdır. Mən orada bir məsələni vurğulamaq istəyirəm xüsusi olaraq. Deməli orada otel tipindədir deyəsən bütün evlər. Yoxsa hər iki mənzil tipi də var. Mənzil tipi də. Otelləri də götürmək olur. Yəni otel otağıdır, belə deyək. Hə, icarə eləyirsən. İcarə eləyirsən sənin olur, belə deyək. Qalır. Okey. Onda belə çıxır ki, mənzil almaq daha çox sərf eləyirdi orada. Sərf eləmir, çünki 750.000 manatdan başlayır. Mənzillərin qiyməti Abu Dabidə. Bəli. Maraqlı bir məsələdir. Çünki ona görə hər kəs orada demək olar ki, kiraya, o 1 illik kirayədə qalır. Cavabın gələcək xəyallarındakı o. Yox, sözün açıq məsələ nədədir? Bizdə daha çox baxırsan ki, Dubaydır, Abu Dabidir, burada mənzillər alırlar, sonra onu təkrar kirayə verirlər. Mən indi kirayə qiymətlərini eşidəndən sonra başa düşdüm ki, niyə görə orada mənzil almaq mümkündür, amma maşın ucuzdur orada. Bəli, amma maşının servisi bahadır. Hə, xidməti bahadır. Bəli, hər şey maşın almaqdan sonra başlayır hər şey açıq desək və orada da sərt qaydalar var. Sən mütəmadi servis və texniki motordan, texniki baxışdan keçirməlisən, hər bir şeylə bunların hamısı qaydasında aparılır. Ona görə də bir çox şey biz ölkəmizdə görəndə, burada yeni həyata keçiriləndə mənim üçün normal gəlir. Məsəl üçün biz az parking həyatı burada başlayanda bir çox etirazlar olurdu amma mənim üçün orada illərdir orada hər az parking var. Az parking illərdir orada hər zaman. Abu Dhabi parking. Bəli. Bu şeylər artıq mənim üçün normal idi. Qiyməti də bahadır orada qiymətlər. Biz hər şey burdan bax. Belə deyək ki, mən orada yaşayanda çörəyin qiyməti belə bir misal göstərim də Azərbaycandakı çörəyin qiymətindən 4 dəfə baha idi. Mənim xərcim elə bir düşünəndə ki, sənin gəlirin bəlkə çox artır, 2 dəfə, 3 dəfə, 4 dəfə, amma bu tərəfdən də sən çörəyə öz vətənindən 4 dəfə artıq xərcləyirsən yəni. Yəni faktiki olaraq qazancınla xərclərin də yuxarı aşağı üst-üstə. Ona görə mən həmişə gənclərə deyirəm ki, vətənində qazanıb vətənində xərcləmək də o qədər də sərf eləmir. Xaricdə yaşayıb xaricdə xərcləmək də sərf eləmir. Ən gözəli xaricdə qazanıb vətəndə xərcləməkdir. Ki bunu edir. Bax bu məsələ ölkəyə pul gətirməkdir. Amma ölkəyə pul gətirməkdir. Ölkə iqtisadiyyatına həm də bir töhfəsi var Pərvizin məsələ deyim. Bu məsələlər çox maraqlıdır. Mən misal sözün açığı Abu Dhabidə olduğum zaman maraqlı bir məsələ ilə üzləşdim. Deməli marketlərdən söhbət gedir. Marketdə orada xüsusi hansı ki müsəlmanların yemədiyi qidalar xüsusi bir bölmə var. Yəni o bölmənin qapısı da həmişə bağlıdır. Sən əlini yəni vurursan, qapı açılır, keçirsən o bölmədən nə etsən götürürsən. Və oranın şeyxi çox ağıllı bir insan olub. O ölkəni quran 7 əmirlikdən 5 əmirliyini müsəlman standartlarında, müsəlman həyat tərzində yaşayır. Qalan 2 əmirlik isə dünyanın ən tolerant bir yerinə çevirir və buna hər dindən, hər düşüncədən, hər həyat tərzindən insan Abu Dhabidə və Dubayda rahat-rahat yaşaya bilir. Təbii ki, oranın qaydalarına riayət edərək, yəni. Sığorta mövzuları necədir orada? Məsəl üçün ümumiyyətlə əmlak sığortası, kasko sığortası varmı? Digər sığorta istiqamətləri. Eyni, hamısı demək olar ki, məcburidir. Və orada çox fərqli bir yanaşmadır. Məsəl üçün mənim maşınım yolun ortasında dayanmışdı. Polis gəldi. Polis gəlir, polis səni maşından çıxardır, öz maşınında əyləşdirir ki, kondisionerdə rahat ol. Və sən maşında oturursan, o sığortaya zəng eləyir, o sığortanı çağırır, hər bir şey haqq hesab edirlər, sənədləşdirməni, hər bir şey bitirirlər və səni aparıb mənzilinə qoyurlar. Polis maşınına gəlsən öz mənzilinə, sənin maşının isə qayğısına sığorta qalır. Pərviz, son olaraq sizdən bir xahiş eləmək istəyirəm, bir mentor olaraq gənclərə nə tövsiyə edə bilərsiniz? Bir-iki kəlmə və sizlə sağollaşaq. Təəssüflər olsun ki, efirin vaxtı bitir, amma çox maraqlı insansınız bu arada. Çox təşəkkür edirəm ki, bu səhəri bizimlə bərabər açdınız. Çox sağ olun. Gənclərin yolu qarışıq getməməsi üçün, başı daşa dəyməməsi üçün ilk öncə hərə öz istiqamətində bu yolun artıq keçmiş, bu yolda yolun başına çatıb, o yolda öz statusunu, öz sözünü demiş insanları
mentorları tapmasını tövsiyə edirəm. Və bu yolun yorğasını hər birini mentordan öyrənəndə sənin üçün artıq yolu düz, yaşıl bir xəritə ilə gedə bilirsən. Teşekkürler dostlar. Hatırladım ki Pərviz Həsənov yazıcı, mühendis ve mentor bir səhər bizim qonağımız idi. Söhbətimizin video yazısına Planet FM-in rəsmi YouTube kanallarında baxa bilərsiniz. Eyni zamanda bizi podcast proqramlarında dinləmək də mümkündür. Sabah görüşərik hələlik.